Dostluq, bu sözü eşidəndə ağlımıza nə gəlir? Bəlkə də sadiq bir yoldaş, çətin gündə bir dayaq. Amma bu anlayış bundan qat-qat dərindir. Əslində, dostluq həyatımızı formalaşdıran, xarakterimizə təsir edən, hətta bəzən taleyimizi dəyişən çox güclü bir qüvvədir. Gəlin birlikdə müqəddəs yazıların bu mövzuya necə dərin və fərqli bir pəncərədən baxdığını kəşf edək. Gəlin elə başlanğıcdaca bu çox güclü fikirlə tanış olaq. Bir anlıq düşünək. Bizə həmişə xoş sözlər deyən insan mı əsl dostdur? Bu ayə deyir ki, yox. Həqiqi dostluq bəzən eşitməsi çətin olsa da, səmimi həqiqətə dayanır. Yəni, əsl dostluq şirin yalanlarla yox, bəzən acı, amma həmişə səmimi olan həqiqətlərlə qurulur. Bu perspektivə görə dostluq elə-belə təsadüfi bir tanışlıq deyil. O, bir növ müqəddəs bir bağ kimidir. İçində məsuliyyət var, sarsılmaz sədaqət var və əlbəttə sevgi var. Əslində, seçdiyimiz dostlar bir güzgü kimidir, həm kim olduğumuzu göstərir, həm də kimə çevriləcəyimizi müəyyən edir. Nəzəriyyə əladır, bəs bütün bu prinsiplər real həyatda necə işləyir? İndi isə gəlin sözlərdən hekayələrə keçək. Çünki müqəddəs yazılar bizə dostluğun nə olduğunu quru təriflərlə yox, canlı, nəfəs alan, unudulmaz hekayələrlə göstərir. Bəzən ən dərin həqiqətləri anlamağın ən yaxşı yolu elə hekayələrdir. İlk hekayəmiz Rut və onun qaynanası Noemi haqqındadır. Təsəvvür edin, onlar hər şeylərini itiriblər. Həyat yoldaşlarını, evlərini, gələcəyə olan bütün ümidlərini. Bu, tam bir itki və qeyri-müəyyənlik içində doğulan bir dostluq hekayəsidir. Rut bu sözlərinə bir qulaq asın. Bu sadəcə səninləyəm demək deyil. Bu, ondan çox-çox artığıdır. Rut demək olar ki, bütün keçmişini, öz kimliyini və bütün gələcəyini Noeminin taleyinə bağlayır. Bu çətinliyi bölüşməyə və qaranlıq bir gələcəyə birlikdə addımlamağa hazır olan təmənnasız dostluğun bəlkə də ən saf, ən güclü ifadəsidir. İkinci nümunəmiz isə Davud və Yonatan. Onların hekayəsi isə bir başqa aləmdir. Düşünün, biri sadə bir çoban oğlan, gələcəyin padşahı, digəri isə hakimiyyətdə olan padşahın oğlu, taxtın bir nömrəli varisi. Onların yollarının kəsişməsi belə çətin idi, amma aralarında elə bir bağ yarandı ki, canı canına bağlandı. Bu ifadə nə qədər dərindir, deyilmi? Bu, adi bir bəyənməkdən, hörmətdən daha dərin bir əlaqədir. Sanki iki ruh bir-birini tapmışdı. Və ən heyrətamiz məqam nədir bilirsiniz? Yonatan taxtın varisi olmasına baxmayaraq, öz şəxsi ambisiyasını, öz gələcəyini bir kənara qoyub, dostu Davudun taleyini qorumağa seçdi. Bu, şəxsi mənfəətdən nə qədər uca bir fədakarlıqdır. Bu möhtəşəm nümunələrdən sonra gəlin indi də medalın o bir üzünə baxaq. Yəni, dostluğun iki fərqli yoluna və onların bizi hara apardığına. Çünki unutmayaq, dostluq elə bir qüvvədir ki, insanı ya zirvəyə qaldırar, ya da uçuruma yuvarlayar. Ona görə də bu seçim çox böyük müdriklik tələb edir. Gəlin bu iki yolu müqayisə edək. Sol tərəfdə həqiqi dostluğun möhkəm sütunlarını görürük. Hər zaman sevən bir sədaqət, yıxılanda səni tək qoymayan bir dəstək və imanını, mənəviyyatını gücləndirən bir dayaq. İndi isə sağ tərəfə baxaq, təhlükəli tərəfə. Burada dağıdıcı qüvvələr var. İnsanı fəlakətə sürükləyən pis məsləhət, etibarı darmadağın edən xəyanət və bəlkə də ən böyük təhlükə, insanı öz mənəvi yolundan, Allahdan uzaqlaşdıran dostluq. Bəs dost seçiminin nəticələri nə qədər ciddidir? Bu ayə bizə çox kəskin, çox aydın bir cavab verir. Allaha düşmənçilikdir. Bu, çox ağır ifadədir. Amma mənası budur ki, əgər sizin dostluqlarınız mənəvi dəyərlərinizlə, inancınızla birbaşa ziddiyyət təşkil edirsə, bu sadəcə pis seçim deyil, bu artıq ruhani bir təhlükədir. Yəni, dost seçimi insanın mənəvi taleyinə birbaşa təsir edir. İndiyə qədər insanlar arasındakı dostluqdan danışdıq. Amma bəs sərhədləri aşıb daha yuxarı baxsaq, belə bir sual ortaya çıxır. İnsan kiçik, fani bir varlıq, kainatın yaradanı ilə dost ola bilərmi? Bu ümumiyyətlə ağla batandımı? Və müqəddəs yazıların bu suala verdiyi cavab həqiqətən də heyrətamizdir. Bəli, insan Allahla dost ola bilər. Hətta dostluğun ən ali, ən mükəmməl forması məhz bu münasibətdə təqdim edilir. Gəlin bu inanılmaz, son dərəcə dərin əlaqəni birlikdə araşdıraq. Bu, sadəcə bir nəzəriyyə deyil. Baxın, canlı nümunələrlə təsdiqlənir. Musa Allahla bir dostun digəri ilə danışdığı kimi üz-üzə danışırdı. İbrahim sarsılmaz imanı və etibarı sayəsində birbaşa Allahın dostu adını qazandı. Hətta ən dəhşətli sınaqlar içində olan Əyyub belə, keçmişdəki o gözəl günləri xatırlayarkən Allahla olan səmimi dostluğunun həsrətini çəkirdi. Bu, Allahla birbaşa, şəxsi münasibətin mümkünlüyünü göstərir. Amma bütün bu ilahi dostluq anlayışı İsa Məsihin şəxsiyyətində və təlimlərində öz zirvəsinə, öz ən ali nöqtəsinə çatır. O, bu anlayışı tamamilə yeni,
daha yaxın bir səviyyəyə qaldırdı. İsa'nın təqdim etdiyi dostluq modeli 3 möhtəşəm prinsipə əsaslanır. Birincisi, o deyir ki, mən sizə sirləri açıram, ona görə də siz mənim dostumsunuz. Axı dostlar arasında sirr olmaz. İkincisi, o cəmiyyətin kənarında qalanlarla, vergi yığanlar və günahkarlarla dostluq edərək göstərir ki, ilahi sevgi və dostluq heç bir sərhəd tanımır, hamı üçün açıqdır. Və üçüncüsü, bu dostluğun qarşılıqlı hörmətə və etimada, yəni itaətə bağlı olduğunu vurğuluyur. Və budur, bütün bu söhbətin kulminasiya nöqtəsi. Dostluğun ən yüksək, ən ali ifadəsi nədir? Fədakarlıq, özünü qurban vermək. Bu sözlər bizə göstərir ki, dostluq sadəcə bir his deyil, o bir hərəkətdir və ən uca zirvədə isə özünü tamamilə fəda etməkdir. Bütün müzakirəmizin əsas açarı məhz bu fikirdir. Beləliklə, bütün bu fikirləri bir araya gətirsək, nə deyə bilərik? Deyə bilərik ki, dostluq həm üzərimizə düşən çox ciddi bir insani məsuliyyətdir, həm də eyni zamanda bizə ünvanlanan ilahi bir dəvətdir. Bir növ müqəddəs bir səyahətdir. Bütün bu müzakirədən sonra yadda saxlamalı olduğumuz iki əsas həqiqət var. Birincisi, doğru seçilmiş dostluq həyatımızda inanılmaz bir dəstək və bərəkət mənbəyi ola bilər. İkincisi, bu yol bizdən böyük müdriklik və ayıq-sayıqlıq tələb edir. Çünki səhv dostlar böyük bir təhlükə mənbəyidir. Və bu anlayışa görə dostluğun ən mükəmməl, ən ali forması məhz Allahla qurulan münasibətdə təklif olunur. Və bu araşdırmanı sizi bir anlıq düşünməyə vadar edəcək bir sualla bitirmək istəyirəm. Bir anlıq dayanıb özünüzə bu sualı verin. Mənim dostluqlarım hansı təməllər üzərində qurulub? Sədaqət, həqiqət və fədakarlıq üzərindəmi? Yoxsa sadəcə müvəqqəti maraqlar və əyləncə üzərindəmi? Bu, hər birimizin dürüstlüklə cavablamalı olduğu çox vacib bir sualdır.